hesab edirəm ki, Azərbaycan təhsil sistemində Abbanın yeri çox böyükdür. Bu işin piyoneri olan Rəna xanım Allah rəhmət eləsin. Sağ olsun Şahin müəllim ki, bu işi uğurla davam etdirir. Bütün fəaliyyətlərini izləyirəm və sevinirəm ki, belə bir təşkilat var. Gələcəkdə bir tövsiyəm var ki, təhsildə şəffaflığın, real şəffaflığın tətbiq olmasıyla bağlı belə bir komissiya yaradılsın, qrup yaradılsın ki, bizdə bəzi təhsil məsələləri daha çox psevdo şəffaf xarakter daşıyır. Onlardan qaldırmaq lazımdır. Bu xüsusilə Dövlət İmtahan Mərkəzinə aiddir ki, onlar müəllimlərin nəzarətçi olaraq imtahanlara dəvət edilməsini şəffaflıq hesab edirlər. Bu tam doğru deyil. Əsas məsələ deməli o nəticələrin şəffaf olmasındadır. Yəni ki, belə bir qısa bir misal deyim, anlamaq üçün ki, şəffaflıq anlayışını bizdə təəssüf ki, çox adam doğru başa düşmür. Deyək ki, yüngül atletikuda yarış gedir, bütün iştirakçılar bütün nəticələrdən xəbərdardırlar. Qələbə qəbulunda isə təəssüfdür. Heç bir iştirakçı başqa iştirakçının nəticəsini bilmir. Bu isə öz növbəsində burada manipulyasiya məsələni gətirib çıxarır. Yəni orada ki, bir cinayət imkanları yaradılır. Yəni, deyək ki, 120 bal toplamış abituriyentinin balını 620 bal eləsələr məlumatlar balısında heç bir iştirakçının bundan xəbəri olmayacaq. Xahiş edir bu məsələlərə diqqət artırasın. Çox sağ olun, diqqətiniz olun.